Qulamlı Afiq Fərhadoğlu 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olub. Əslən Xızı rayonunun Ənbizlər kəndindəndir. Qulamlı Afiq hələ aprel döyüşlərində xüsusi fəallığı ilə seçilib. Vətən müharibəsi zamanı göstərdiyi igidlik və şücaət nəticəsində 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Qulamlı Afiqin doğum günündə Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yasamal rayon icra hakimiyyətinin nümayəndələri, şəhid valideynləri bir araya gələrək onun xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir şəhidimizin göstərdiyi igidlik və şücaət ruhunu bir daha xatırlamaq məqsədini daşıyır. Bu vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığa görə Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamları ilə vətən uğrunda Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Şəhid Qulamlı Afiqin anasıyam. 2 oğlum, 1 qızım vardı, üzr istəyirəm böyüklərdən. Bu evin balacası idi. Həm güclü idi uşağım. Evin içində seçilirdi, uşaqlar arasında seçilirdi, hörmətli idi, dəcəli idi. Amma böyüklərlə böyük, kiçiklərlə kiçik idi. Nə bilim, sevilən uşaq idi, qohumların içində də. Dekabrın 24-ü, mövlududur bugün onun. 44 günlük müharibədə bir iştirak edib, könüllü gedib. Çox sağ olsun gələnlər, şəhid anaları, ataları, icra başçısı Abdin müəllim, Yasamal icrası Eşad müəllim, sağ olsun. Şəhid ana atalarına Allah Teala can sağlığı versin, qazilərimizə şəfa versin, veteranlarımızı, əskərlərimizi Allah Teala qorusun, dövlətimiz büt olsun. Uşaqlarımız firavan yaşasın. Bizim şəhidlər onlara görə gedib şəhid olublar ki, bizim balacalar firavan yaşasın. Dövlətimiz, analar, bacılar. Siz də sağ olun ki, gəlib çəkdiniz. Allah köməyiniz olsun. Afiq 1996-cı ildə Xırdalanda anadan olub. Elə burada da məktəbi oxuyub qutarıb. Buradan əskərliyə getdi, gəldi. Sonra bu 23 yaşında bu 44 günlük müharibə başlayanda könüllü yazıldı, getdi özü. Oktyabrın 24-ü Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Bugünkü gündə bir şəhid analarına, icra başçısına təşəkkür edirik ki, bizi tək qoymadılar. Gəldilər, yad elədilər bizi ilə bir yerdə. Afiqin doğum gününü, şəhid atalarına, analarına can sağlığı, Allah səbir versin hamısına. Siz də sağ olun ki, gəlib çəkiliş elədiniz, yadda saldınız, yad elədiniz. Sağ olun, təşəkkür edirəm.